Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin müdür müavini Rauf Əskərov Mingəçevirdə il ərzində 3000-3500-ə yaxın ağac əkilir. Bu illərimdə 3500-ə yaxın ağac əkmişik. Mingəçevirin Gəncə şosesində hal-hazırda 150 ağac, şam ağacı, 50 sərf ağacı əkilibdir. Şəhərin qərb hissəsində çıxışında da 420 təzəlikcə ağac əkilibdir. Ətraf şəhərin hər tərəfində demək olar ki, il ərzində ağac əkimlərimiz dayanmır. Mütəmadi olaraq ağac əkimləri əkilir. Su xəttinə kimi, su varmasına kimi, ətrafının çərçivəsinə kimi hamısı qayda qanunundan nətər lazımdır xidmət olunur. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən mütəmadi olaraq ağaçlara qulluq olunur, suvarmalarını vaxtında olunur və hər bir şey qayda qanunla riayət edilir. Mingəçevir İcra Hakimiyyəti tədbirlər planına uyğun olaraq il ərzində Mingəçevir Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsi tərəfindən Mingəçevir şəhərlərinə 3000-3500-ə yaxın ağac əkilir. Onların suvarılması üçün hətta suvarma xəttinə kimi hamısını çəkmişik, suvarma xəttinə kimi hamısı var. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi işçiləri tərəfindən mütəmadi olaraq ağaçlara daimi qulluq olunur. Yol kənarı əkdiyimiz ağaçlara hətta hasarlar belə çəkilir.